Salamlar, vaxtınız xeyir olsun əziz futbol sevərlər. Veteranlar Liqasından əlbinizi xoş gördük günün. Həftənin qapanış qarşı durmasında Zülfüqar və Əliabad komandaları qarşılaşır. Hər iki komandaya da uğurlar arzulayırıq. Bol-qollu, haqq, ədalətli, gözəl bir maç diləyir hər iki komandaya da. Sizlər indi komandaların heyətləri ilə tanış edim. İlk öncə Zülfüqar komandasının heyətləri belədir. 12 Namiq Bayramov, 99 Abbas Sultanov, 8 Elmin Çobanov, 7 Rüstəm Balakişiyev, 5 Fərid Məmmədov, 11 Emin Əliyev, 77 Mehdi Əzimzadə və 10 Xəqani Məmmədov. Əliabad komandasının heyətləri belədir. 8 komandasının kapitanı Ceyhun İbrahimov, 10 Vaqif Seyfullayev, 11 Aydın Əliyev, 17 Sənan Ağazadə, 18 Əli Ağciyev, 5 Tural Allahverdiyev, 77 Amal Qasımov, 99 Məzid Ağzadə, 5 Murad Əliyev, 1 Əli Məcizzadə və 9 Əşrəf Ağa Əşrəfzadə. Hər iki komandaya da yenidən uğurlar arzulayırıq. Layiq olan bu maçda qazansın deyirik. Zülfüqar komandası indi altdan top oyuna daxil etdi. Meydanı indi tərk etdi. Korner. Əliabad komandası indi korner yeni yetirir. Əlinin zərbəsi. Bu qarşısında top indi qaldı. Kiperdə qaldı. Zülfüqar komandası indi hücuma çıxmağa çalışır. Götürmək kesmədi. Amal Qasımovdan qapıdan zərbə olacaq. Mehdi düz istəyirəm. 77 nömrəni qarışdırdım. Qapı qarşı ötürmək indi. Qapı doğru zərbə gəlir. Qalkiper 2 həmlədə. Topa sahib olmağı bacarır. Əliabad komandasının qalkiperi. Əli Məcizzadə topa sahib olmuşdu. Qapı qarşısına ötürmə uzaqlaşdırılır. Müdafiədə imkan vermədi müdafiəçilər. Out. Əliabad komandasının da. Out yeni yetirildi. Murad. Amal oynamışdı. Out Zülfüqar komandasının da. Ceyhun kapitan. Out'u. İndi qapı doğru zərbə gəldi top. Çərçivədən yan kesir. Qapıdan zərbə ilə topuna daxil edildi. Amal yaxşı dönmüşdü. Ona qarşı da qayda pozuldu. Amal özü cərimə zərbəsini yerinə yetirdi. Murad Əliyev topladı. Əşrəf yaxşı keçdi iki rəqibini. Əşrəf indi ötürməsi etdi Amal. Amal zərbəsi indirir top. Qapının üzərindən meydanı tərk etdi. Qapıdan zərbə ilə indi top oyuna daxil edildi. Mehdi yaxşı keçdi rəqibini. Sol can ötürməsini etdi. Elmin döndü geriyə. Kapitan Fərid topladı. Geriyə ötürmə qalkiper. İndi yenidən Fərid oynadı. Yenə döndülər geriyə qalkiper. Rüstəm döndü qapısına. Top çevirir. Meydanın özləyinə aid olan hissəsində. Zülfüqar komandası. İndi uzun ötürmə gəldi. Rüstəm irəliməyə çalışırdı. Top qalkiperdə qaldı. Əli indi. Qapıdan zərbə topuna daxil etdi. Murad. Ötürməsini edib Əşrəf. Əli ilə oynadı əməli topu. İstədiyi kimi ram edə bilmədi. Top meydanı tərk etdi. Out. Fərid solcuna ötürmə Mehdi. Topu yaxşı ram etdi sinəsi ilə. Burada qayda pozuldu. Mehdiyə qarşı
Fit səsləndi. Mehdi gəlir. Qapı birbaşa zərbə indirdi. Top başla zərbə indirməyi düşündü. Qapı qarşısında Xəqani, amma bu zərbəsi dəqiq alınmadı. Qapıdan zərbə ilə indi top oyuna. Daxil edildi. Murad istiqamətini ötürməyə Murad. Yine mesaj qapı qarşısı ötürmə gəldi. Top birbaşa meydan altı gedir. Qapıdan zərbə olacaq. Geriyə ötürmə gəldi. Elmindən. Fərid topladı kapitan. Fərid. Elmin oynadı. Elmin yenidən Fəridi qaytarır topu. Fərid kapitan. Elmin oynadı. Ara ötürməsi yaxşı anı Mehdi istiqaməti. Zərbəsi indir Mehdi və gol! Hesab açılır. Mehdi hesab açdı bu golla. Komandasını hesabda irəyə çıxarır Mehdi Əzimzadə. 1-0. Mərkəzdən topu oyuna daxil etdi. Əliyabad komandası. Murad Əşrəflə oynadı. Əşrəf döndü geriyə. Qapıcısı Əli ilə oynamışdı. Murad topalı sol cinahda. Elmin var qarşısında. Paralel ötürmə edir sağ cinaha. Əşrəf təzyiq var. Əşrəfə Elmindən meydan altı getdi. Out. Əşrəf altı yeni yetirdi. Əli sağ zətə Amal qapı qarşısına ötürmə. Əşrəf ağa qalır. Zərbəsi indirir. Top müdafiə təşkilat zərbə. Yenə də müdafiəçilər blok qoyur. Bu zərbədə dəfə edildi, uzaqlaşdırılır. Out. Aydın. Toplatı indi. Sol can ötürmə Murad. Elmin kəsir qarşısına, amma topa Əliyabad komandasında da. Bu ötürməni də qarşısına kəsilir. Out. Əliyabad komandası outdan topu oyuna daxil edilir. Murad. Tüməsi komandasında qalmadı. Fərid topladı. Təzyiq var Fəridə və Əliyabad komandası topu qazanır. Türmə etmək mümkün olmadı. Top indi Zülfikar komandasında da. Fərid topladı. Sol cinah sürmə Elmin istiqamətinə. Elmin yerdə qaldı. Ona qarşı qayda pozuldu. Amal qaydanı pozdu rəqibinə qarşı. Cərimə zərbəsi yeni yetirəcək Zülfikar komandası. Hiç səsləndi. Elmin özü indirdi zərbəsini top. Səyət yan keçir. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Aydın ötürməsi kesmədi. Qapıdan zərbə yenidən olacaq. Əliyabad komandasında. Əli topladı. Mehdi var qarşısında. Oyunun təşkil olun müəllifi. Top oyunda qalır. İndi top meydana tərk etdi. Əli artıq aldıcı üstü dəfə. Qapıdan zərbəyə top oyuna daxil etdi. Murad Əli ilə oynadı. Ara ötürməsi Əşrəf ağa. Qapı da o zərbə indirdi. Qapı dirəyi. Təşkilat zərbədə Səsivədən yan keçdi. Bərabərlik oluna çox yaxınlaşdı. Əliyabad komandası amma dirək Əşrəf ağanın fərqlənməsinə mane oldu. Elmin ötürməsi top. Altı yollandı. Murad altdan top oyuna daxil etdi. Geriyə ötürmə Aydın. Out. Əliyabad komandası altdan top oyuna daxil etdi. Əşrəf ağa. İlerləmək mümkün olmadı. Mehdi kəsdi onun qarşısına. Topu komandasına qazandırır. Elmi istiqamət ötürmə gəldi. Sağ azdan ötürmə yaxşı alınır. Qapı 9 zərbə də gəldi. Mehdidən amma üstürəm top. Murada qarşı qayda pozuldu bu epizodda. Əşrəf ağa cərimə zərbəsini yeni yetirdi. Yerindən yeni yetirilməyə deyir oyunun hakimi. İndi cərimə zərbəsi yeni yetirildi. İndi cərimə zərbəsi yeni yetirildi düzgün şəkildə. Murad sağ cinahla oynadı. Amal mərkəzə meynedir amma ara sürməsi zərbə indirmək mümkün olmadı. Əşrəf ağa tərəfindən qapıdan zərbə idi. Dərhal topuna daxil Elmin. Xəqani ilə oynadı. Yenidən Elmin. Xəqani istiqamət ötürməyə qapısı üzbə öz zərbəsi. Qalkiper. Əli dəf etdi bu zərbəni. Ötürməsini də etdi. Əşrəf ağa.
üzürəməyə çalışır. Amal oynadı. Amal. Yenidən Amal. Zərbəsi indirir. Top direğe deyirə meydanı tərk etdi. İkinci dəfə artıq direğe tuş gəlib Əliyabad komandası. İkinci dəfə məyus edir Əliyabad komandasını dirəklər. Zərbə ilə topuna daxil edildi. Elmin topladı. Murat var qarşısında Elmin. Mehdini düşündü. Top Mehdiyə çatmadı Tural. Araya girmişdi amma top meydanda qalmır. Meydanı tərk edir. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Fərid. Elmin oynadı. Təzyiq var Amaldan. Elmin top özü yaxşı saxladı. İndi qapısı döndü. Elmin ötürmək kesmədi. Qapı 9 zərbə gəldi. Top çərçivədən yan keçdi. Xəqani komandasının ikinci qoluna çox yaxınlaşdı. Amma dəqiqlik, azca dəqiqlik çatmadı. Son toxunuş Əliyabad komandasındandır. Korner. Mehdi oyunun tək qolunu müəllifi. Korner yetirdi. Fəridin kapitanın zərbəsinə blok gəldi. Yenidən korner. Korner yeni yetirildi. Qapı 9 zərbə gəldi. Top qapının üzərindən meydanı tərk edir. Xəqani'nin bu zərbəsi dəqiq alınmadı. Qapıdan zərbə ilə 50 top oyuna daxil etdi. Mehdi top komandasına qazandırdı. O meydanı tərk etdi. Out. Out yetirdi Amal. Amal döndü geriye. Murat oynadı. Murat ötürməz kesmədi Mehdi. Topu komandasına qazandırdı Elmin. Elmin mərkəzə Mehdi. Sağda ötürmə Mehdi. Qapı qarşı ötürmə. Zərbə gəldi Xəqani'dən amma bu zərbə çərçivəyə daxil olmadı. İkinci qola çox yaxınlaşdılar amma %100 epizoddan yaralana bilmədilər bu epizodda. Qapıdan zərbə artıq yeni yetirir və Şəvaqa topladı sol uzansa. Yeni ötürmə Amal. Yaxşı gördü solda qapı qarşı zərbə gəldi amma golkiper komandasını mütləq qoldan xilas edir Abbas. Korner. Əşrəf Ağa indi. Korner yeni yetirdi. Fərid topu uzaqlaşdırdı. Top komandasına qalır Mehdi. Xəqani ilə oynadı. Xəqani müdafiəçilər onun qarşısı kəsdi. Topu komandasına qazandılar. Boşla zərbə gəldi Əşrəf Ağadan. Bu zərbə qapının üzərindən meydanı tərk edir. Və time-out götürür. Time-out götürür Zülfüqar komandası. Time-outdan sonra yenidən görüşmə ümidi ilə hələlik deyirəm. Time-outdan sonra 17 hərəkətliyi qazandı qapıdan zərbə ilə. Zülfüqar komandası top oyuna daxil etdi. Golkiper Abbas topladı. Abbas yanında Kamal Yolaşın sol ucuna Tümə düşündü. Amma Tümən qarşısı kəsilir. Amal. Yerəmək mümkün olmadı. Burada qayda pozuldu. Eminə qarşı qayda pozuldu. Cərimə zərbəsi yeni yetirəcək Zülfüqar komandası. Pit səsləndi. Cərimə zərbəsini yeni yetirildi. Emin istiqamətə ötürmə amma yaram etmə mümkün olmadı. Amalda qalır top. Amal. Qapıcı əli topladı. Məzid istiqamətə ötürmə. Məzid taxışı döndü üzünü. Qapı istiqamətinə zərbəsini indirdi. Qüvvətli zərbəni golkiper dəf etməyi bacardı. Qapısında diqqətlidir. Out. Out indi yeni yetirildi.
Qapısı Əli topladı. Top çizgi gəldi. Out. Zülfüqar komandasının da. Emin Altu yeni yetirdi. Sağdan Palyos Mehdi istiqamətinə oyunun təşkil olunun müəllifidir. Mehdi. Pilok zərbə gəldi. Qalkiper dəf etdi bu zərbəni. 2 əmə topa sahib olmaq bacardı. Ötümənin qarşısını da Xəqani kəsdi. Out yenidən. Əliyabad komandasının da. Murad. Eminlər meydana tərk etdi. Out. Əliyabad komandası outdan. Bir qədər irəldən. Yeni yetirəcəklər Rautda. Yeni yetirildi. Solcan Palyotuma gəldi Murad istiqamətinə. Xəqani qarşısını kəssin Muradın. Bu dəfə sol cinaqdan Out yeni yetirəcək. Meydanın rəqibi Aydın hissəsindən Əliyabad komandası top oyuna daxil edəcək. Murad var topun arxasında. Anda Məcid oynadı. Top indi Zülfüqar komandasında qaldı. Namik sürməsi keçmədi. Son toxunuşda Əliyabad komandasından da out. Emin Out'u yeni yetirdi. Top meydana qalmadı. Out. Emin Out'u yeni yetirir. Xəqani. Sol canatım Emin. Döndü geriyə. Namik yanında Mehdi ile oynadı. Rüstəm ilerleyip bilmədi. Murad kəsdi qarşısına. Top meydanda qaldı. Out. Out yeni yetirildi. Seyhun Topal komandasının kapitanı. Muraddan uzun ötmə qapı qarşısına boş zərbəsi gəlmədi. Top Abbasdan meydanı tərk etdi. Out. Seyhun indi. Out'u yeni yetirdi. Ceyhun döndü qapısına Əli. Zülfüqar komandası indi meydan özlərinə ayrı olan səsindən Out'dan. Top oyuna daxil etdilər. Mehdi topladı. Döndü qapısı Abbas oynadı. Abbas. Uzun ötürmə gəlir Abbasdan. Top meydana tərk etdi. Out. Son toxunuş Muraddan da. Emin birbaşa Altu. Qapı istiqamətə göndərmiş. Tam heç bir komanda oluşdu. Topa toxuna bilmədi. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Murad. Ara ötürməsi keçmədi. Geri ötürmə Murad. Sağ sınaqda. Komanda yoldaşı Ramal var və ona qarşı qayda pozulub. Namik qaydanı pozdu rəqibinə qarşı. Top indi meydana tərk etdi. Qapıdan zərbə olacaq. Əli qapıdan zərbəyə topunu daxil etdi. Murad oynadı. Murad. Məcidi gördü amma Məcidi topu səliqəsiz rəhmətli top meydana tərk edir. Qapıdan zərbə olacaq. Üzrəm Out yeni yetirildi. Mehdi döndü geriyə. Qapısı Abbas oynayır. Abbasdan uzun ötürmə. Top birbaşa. Out'a yollandı.
Və vaxt oldu 5 saniyə, top Zülfüqar komandasına keçir. Altıya yetirildi, top yenə meydana tərk etdi. Qapıdan zərbə ilə dərhal Ali topunu daxildə uzun ötürmə gəlir. Məzid istiqamətinə topu ram etmək mümkün olmadı. Top meydana tərk etdi. Qapıdan zərbə olacaq yenidən. Bu dəfə Zülfüqar komandası qapıdan zərbə ilə topu oyuna daxil etdi. Mehdi Abbas, Abbasdan uzun ötürmə Xəqani istiqamətinə. Top oyunda qalır, Emin. Top Ceyhundan meydana tərk etdi. Out, Emin. Outdan top oyuna daxil etdi. İlerləmək mümkün olmadı. Əliyabad komandasının əks tutması aşısı azad. Turan istiqaməti ötürməyə biraz sürətli ötürmə qalandı. Top meydana tərk etdi. Outdan indi top oyuna daxil edildi. Xəqani tək toxunuşla komanda yoldaşını gördü, amma top Əliyabad komandasında qalır. Amal özü mərkəz sürətli eləməyə çalışır. İndi Murad ötürməsi etdi. Murad uzun ötürməyə top. Ceyhun təzyiq göstərir. Ötürməsini etməyi bacardı Ceyhun. Amal oynadı. Amalda qalmadı. Meydana tərk etdi. Zülfüqar komandasında uzun ötürmə Xəqani istiqamətinə. Amma top oyunda saxladı, amma top Əliyabad komandasına qismət oldu. Xəqani. Son toxunuş Muraddandır. Out. Meydana rəqibi aid olan hissəsindən sol cinahdan. Out yerinə yetirəcək Zülfüqar komandası. Sürməsini etdi Mehdi. Zərbəsi gəldi Mehdinin. Müdafiədə Murad qarşıladı bu zərbəni. İlerləmək mümkün olmadı Məcid tərəfindən. Topda da Eliminin nəzarətində meydanı tərk etdi. Out. Emin Out'u yeni yetirdi. Namik oynadı. Yenidən Emin. Yenidən Namik döndü. Ən geriyə qapıları Rüstəm. Mehdi istiqamətə ötürmə Mehdi. Bu istədiyi kimi ram edə bilmədi. Top Muradda qaldı. Məcid. Muradla oynadı. Murad yaxşı keçdi Xəqanini. Hələ də özündə top. İndi ötürməsini etdi. Amal. Tərəfəsini indirdi, amma top təsirədən azda fərqlə aralı keçir. Qapıdan zərbə olacaq. Bərabərlik ona yaxınlaşdı bu epizodda. Əliyabad komandası, amma top sonra daxil olmadı. Emin ötürməsi Xəqani istiqamətinə uzaqlaşdırılır top. Namikdə qalır. Namik döndü ən geriyə qapıçıları. Abbasla oynadı. Abbas Sultanov topladı. Və hakimin də fitil səsləndi. İlk hissə başa çatdı. İlk hissə Zülfüqar komandasının 1-0 üstünlüyü ilə başa çatdı. İkinci hissədə yenidən görüşmək ümidi ilə hələlik deyirəm. İkinci hissədən təkrardan hepinizi xoş gördük əziz futbol sevərlər. İlk hissə Zülfüqar komandasının 1-0 üstünlüyü ilə başa çatmışdı. İkinci hissədə yenidən iki komandaya da oğulları hazırlar. Hakimin fitili də ikinci hissəyə start verildi. Baxa görə bizi nə cür bir ikinci hissə gözləyir. Bu Turon Yeşon qarşı vurması da artıq 25 dəqiqədən sonra bu tura son qoyulacaq bu həftə. Əlidən uzun ötürmə. Top Mehdidə qaldı. Mehdi Əzimzadə ötürməsi. Amal girdi araya. Amal. Rüstəm təzyiq göstərir Amala. Amal zərbəsi indir və gol! İkinci hissə başlar-başlamaz Əliyabad komandası hesabı bərabərləşdirir. 1-1. Amal komandasının bərabərlik goluna imza attı. Amal Qasımov
İkinci hissənin başında bu golla komandasını bir xeyli sevindirir. Zərbə gəldi. Rüstəmdən top qapının üzərindən meydanı tərk etdi. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Vaqif. Top Vaqif. İndi 6 yeni yetirəcək. Tək toxunuşda ötürmə dəqiq alınmadı. Amal qazanır topu Amal. Zərbəsini indirir və gol! Arda gollar Amaldan. Bu golla 2-1 hesabı ilə irəlidə hal-hazırda. Əliyabad komandası. İkinci hissəyə 1-0. Geridə başlamışdılar. İkinci hissə daha 2 dəqiqəsi dolmadan 2-1 hesabı ilə irəlidə indi. Əliyabad komandası Vaqif topladı. Zərbəsini indirir Vaqif. Top çərçivədən yan keçdi. İkinci hissəyə çox əla başlayıb Əliyabad komandası. Bunun bəhrəsini də görüblər. Hücumları 2 hücumdan da qolla qayıdıblar. Gözəl başladılar. İkinci hissəyə 2 qolla da tazlandırıblar. Üstən topu out yolladı. Əliyabad komandası indi outdan top oyuna daxil edəcək. Doğru zərbə gəldi uzaq məsafədən Vaqif tərəfindən, amma bu zərbə dəqiq alınmadı. Mehdi sol cinah oynadı. Döndük geriyə. Fərid kapitan topladı. Ara ötürməsi Xəqani indi. Mehdi Xəqani qapı qarşı ötürmə. Zərbə imkan vermədi müdafiəçilər. Qapı qarşısında. Fərid. Son toxunuş qalkiperdən korner. Rüstəm indi. Korner yeni yetirdi. Uzaq. Dirək göndərdi sol cana. Qapı qarşı ötürmə gəldi. Spir komanda yoldaşı toxuna bilmədi. Cərimə meydançasında topa. Qapıdan zərbə olacaq. Əli qapıdan zərbə ilə top oyuna daxil etdi. Uzun ötürmə Mehdi qarşıladı müdafiədə Fərid. Topu Xəqani oynadı. 2 nömrə mübarizəsi var və Vaqif qaydanı pozdu Xəqaniyə qarşı. Cərimə zərbəsi yeni yetirəcək indi. Zülfüqar komandası təhlükəli nöqtədən. Fis səsləndi. Fərid yaxınlaşı topa. Ötürməsini etdi Mehdiyə. Çəkdi sol cana Mehdi. Önü bağlandı. Top Mehdidən meydanı tərk etdi. Son toxunuş da son. Toxunuş Mehdidən idi. Altı Əliyabad komandası yeni yetirdi. Fərid topu komandasına qazandırır. Yenidən bu ötürmən qarşısını kəsərək. Vaqif topu indi Aydına meydanı tərk etdi. Out. Zülfüqar komandasının da. Bu qarşı ötürmə 50 topu uzaqlaşdırır. Yenidən out. Eyni nöqtədən. Xəqani Zülfüqar komandası out yeni yetirdi. Üstənin bu zərbəsi dəqiq alınmadı. Out. Sağcan ötürmə Fərid. Rüstəmin zərbəsi və gol! Uzaq məsafədən qüvvətli və dəqiq zərbə ilə Rüstəm topu tora qovuşdurur və 2-2 etdi hesabı bu golla. Yenidən tarazlıq var maçda.
Mərkəzdən artıq top oyuna daxil edilib. Geriyə ötürmə gəldi. Amal topladı, yaxşı. Sürəti yığılma, ötürməsi edir. Zərbə gəlir və Vaqif topu Zülfüqar komandasının qapısından kesilir. 3-2. Zülfüqar komandasının sevinci çox seçmir. Türklər demiş. Sevinciləri boğazlarında qalır. Çox uzun çəkmədi Zülfüqar komandasının sevinci. Yenidən hesabda irəlidə Əliabad komandası. Burada qayda pozdu. Rüstəm və sarı vərəqə ilə cəzalanır hakim. Sarı vərəqəsi ilə yaxınlaşdı Rüstəmə. Canlı sərt qırıldı. Hakimin fiti səsləndi. Amal və Vaqif var. Topun arxasında Amal yaxınlaşır. Bıraxır. Vaqif zərbəsi endirir top. Canlı sərtdən qayıtdı. Out. Yox, corner. Yox, out. Bəli, out yeni yetirilməlidir oyun hakimi. Vaqif out yeni yetirdi. Amal sıqamət ötürmə. Topu meydana saxlamaq mümkün olmadı. Out Zülfüqar komandasınındır. Fərid. Namik oynadı. Mehdi. Sol ucuna ötürmə Xəqani topladı. Geriyə ötürmə Fərid, kapitan. Ötürməsi. Topu ram etmə mümkün olmadı Elman tərəfindən. Və burada təhlükəli oyun var idi Fərid tərəfindən. Sərbəst zərbə təyin olunur. Out, Əliabad komandası outdan top oyuna daxil etdi. Amal. Murad kəssi. Rüstəmin qarşısına out. Rüstəm outdan top oyuna daxil etdi. Qarşısı kəsildi bu ötürmənin. Aydın topu uzaqlaşdırır. Out. Zülfüqar komandası outdan top oyuna daxil etdi. Soldan ötürmə. Geriyə ötürmə, ən geriyə. Qapsarı Namik topladı. Fərid. Soldan ötürmə indi. Top oyunda qaldı amma top Əliabad komandasına qismət oldu. Amal. Yaxşı oynadı Vaqiflə. Vaqifin zərbəsi və gol! Bu da növbəti gol. Bu da növbəti gol. Vaqif fərqləndi. Komandasının 10 nömrəsi. Komandasının 4-cü qoluna imza atır. 4-2 edir hesabı bu qolla. Bu qolla ilk dəfə masda hesab fərqi 2 top olur. 4-2. Mərkəzin hakimin fiti ilə oynaya. Yenidən hərəkətliyi qazandı. Rüstəm döndü geriyə. İlk hissə 1-0 hesabı ilə başa satmışdı, amma ikincisi də artıq 10 dəqiqədə 5 gol izləmişik. İlk hissədə bir gol belə vura bilməyən Əliabad komandası ikinci hissə 10 dəqiqəsində 4 gola imza atıblar. İkinci hissədə hər şey 180 dərəcə dəyişdi. Sərbəst zərbə yerinə yetirəcək Zülfüqar komandası. Fit səsləndi. Mehdi ötürməsi Fərid zərbəsini qalkiper dəf etməyi bacardı. İndi Amalda da hazırda ötürməsi kesmədi. Mehdi ötürməsi kesmədi. Muradda qalır top.
Murad sol uzatda Vaqif oynadı. Vaqif. Keçdi bir rəqibində zərbəsi də indirdi Vaqif. Amma bu zərbəsi dəqiq alınmadı. Yaxşı rəqibini keçmişdi bu epizodda, amma zərbəsi dəqiq alınmır. Murad Əliyev topladı. Bitirməsini etdi Amal. Sağ oynayır Vaqif. Zərbəsi indirir. Bu dəfə dirəyə toş gəldi. Bu dəfə Vaqifə dirək mani olur. Muradda qalır Murad. Qapıya doğru zərbəsi indirir Qalkiper. Abbas dəf etdi bu zərbəni. Komandasını qoldan xilas edir. İnsaf fərqinin biraz açılmasına imkan vermədi. Ötürmə qarşısı kəsildi Xəqani. Yürümək çalışırdı. Sağcı ötürmə Rüstəm. Çəkdi sağa, qapı qarşısı ötürmə düşündü. Top Aydın'a meydana tərk etdi. Korner. Zərbəyə blok gəldi Muraddan. Yenidən out. Elman zərbəsi. Toryandan silkəlir. Elman qapıdan zərbə olacaq. Əli indi. Qapıdan zərbə ilə topuna daxil edir. Əli Məczadə. Aydın oynadı. Sağ ağzına ötürmə indi Amal. Mərkəzə Mehdi solcun atı Vaqif var. Vaqifin zərbəsi o da. Azda fərqlə. Toryandan silkələdi. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Rüstəm. Solcan ötürmə. Nigeriya ötürmə gəldi Namik. Vaqifdən meydana tərk etdi. Out. Döndü geriyə. Abbas. Amal girdi araya. Ötürməsini etdi. Vaqif qapı qarşısında. Topu sonra qoşdu. Bilmədi bu epizodda Vaqif. Tutan zərbə ilə top oyuna daxil edilib artıq. Mehdi. İki əliyə Baltlı var idi qarşısında. Ötürməsini edə bildi. Çəkdi sonlar Rüstəm. Ara ötürməsi. Top qapısından qayıtmışdı. Bu təkrar zərbə mümkün olmadı. Murad sağ ağzına ötürməsini etdi. Ara ötürməsi Murad qapısı üz bözdü zərbəsi. Qalkiper. Abbas dəf etdi bu zərbəni. Korner. Korner yerinə yetirildi. Uzaqlaşdırıldı indi. Out. Zülfüqar komandası outdan top oyuna daxil etdi. Xəqani döndü geriyə. Qapı doğru zərbə gəldi Elmandan top. Müdafiəçilərdən qayıtdı. Top Əliyev komandasına qalır. Murad Əliyev çəkdi sağına. Geriyə ötürmə Əli Atzadə. Əmmədzadə özü istəyirəm. Aydın topa da sağ cinahda. Paylı ötürmə edir sol cinaha. Vaqif istiqamətinə. Vaqif qüvvətli zərbə indirdi qapıya, amma bu zərbəsi dəqiq alınmır. Qapının yanına meydana tərk etmişdi. Qapıdan zərbə ilə bu oyuna daxil edildi. Namik topladı. Xəqani tək doğuş yaxşı gördü Mehdini. Yenidən Xəqani düşündü, amma top Xəqaniyə çatmadı. Əksürmə çıxır. Əliyev komandası Vaqif zərbəsini indirir. Qalkiper topa sahib olmağı bacardı dərhalda. Topu Namik götürdü. Solda ötürmə, qapı qarşı ötürmə gəlir qapıcı. Əli Məczadədə qalır. Top uzun ötürmə Əlidən, amma istiqamətinə, amma top ötürmə ünvana çatmadı. Namik Xəqani oynadı. Mehdi döndü geriyə Namik. Solcan ötürmə Elmin. Xəqani tək toxunuşlu ötürmə düşündü, amma anlaşılmazlıq yaşandı Zülfüqar komandasında. Əliyev komandasında da out. Out yetirildi. Əli Vaqifi düşündü, amma topa rəhmət mümkün olmadı. Top meydana tərk etdi.
Out. Yeni yetirildi. Namik tərəfindən Abbas yenidən Namik topladı. Ən azı hesabı bərabərləşdirmək üçün 2 gol lazımdır Zülfüqar komandasına. Oyunun bitimə də 6-7 dəqiqəlik bir vaxt qalıb. Cərimə zərbəsi yeni yetirildi Mehdi. Top çıxısı gəldi Mehdidən. Amal topladı. Amal son tek zərbəsi indirdi. Amal top. Altı fərqlə qapının yanına meydandan çıxdı. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Abbas dərhalda. Namik oynadı. Emin. Ara oturməsi Mehdiyə çatmadı top. Murad imkan vermədi. Həqani tərzi göstərildi. Out. Həqani altı yeni yetirdi. Mehdi qapıyla zərbəsi indirdi və gol! 4-3 olur bu golla hesab. Vara müdaxilə olmasını istəyir Əliyabad komandası. Baxa görək gol qeydə alınacaq mı yoxsa? Nəğmə olunacaq, görəcək bunu. Vara baxıldıqdan sonra gol qərarı ləğv olundu. Out yeni yetiriləcək. 4-2. Üstünlüyü davam edir Əliyabad komandasının. Əşrəf Ağa sağdan ötürməsi keçmədi. Fatma top ünvanı out. Yenidən out. Oyunun bitiminə 8 dəqiqə qalıb. 2 gol lazımdır ən azından bir xal qazanması üçün Zülfüqar komandasına. Emindən meydana tərk etdi. Səhv etmirəmsə. Bəli, outda yeni yetirdi. Dərhal amma top yenidən Zülfüqar komandasınadır. Ötürmə dəqiqə alınmadı. Top meydana tərk edir. Qapıdan zərbə olacaq. Əli Məczadə qapıdan zərbə ilə top oyuna daxil etdi. Solcan ötürmə. Top ötürmə dəqiqə alınmadı və qayda da pozulmuşdu bu epizodda. Zərmə zərbəsi yeni yetirəcək Əliyabad komandası. Fit səsləndi. Amal tək qalıb topun arxasında yaxınlaşır. Zərbəsini indirir. Top çərçivədən yan keçdi. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. İndi dərhalda Abbas top oyuna daxil etdi. Emin oynadı. Yenidən Abbas topladı. Sağ cinahdan Namik'i gördü. Namik kesməyə çalışırdı rəqibini. Rəqibini keçdi amma əli gəldi. Top komandasına qazandırdı. Ayağından biraz irəyə buraxdığı üçün Amal dönməyə çalışır. Topu Amaldan meydana tərk etdi. Emin altı son topu oyuna daxil etdi. Geriyə ötürmə. Rüstəm. Rüstəm zərbəsi indirir. Top müdafiəçilərə dəyrək meydanı tərk etdi. Korner. Yox, out yeni yetirilməlidir. Hakim out yeni yetirildi. Geriyə ötürmə Rüstəm. Rüstəm döndü ən geriyə. Qapsarı Abbas oynadı. Abbas yanında. Namik var sağ cinahda. Bək toxunuşdu ötürmə amma bu ötürmə. Şalınma top meydana tərk etdi. Out. Ötürmənin şiddətini ayarlaya bilmədi. Altı yollanmışlar. Time-out götürüldü. Time-outdan sonra yenidən görüşmə ümidi ilə. Hələlik deyirəm. Time-outdan sonra 17 hərəkətlik qazandı. Murad topladı. Murad Əliyev qapçısı. Məzid oynayır. Əlidən oynuyor üzü sürəm. Əli Məczadə. Uzun ötürməsi. Top indi Zülfüqar komandasında da. Elman bu zərbəsi dəqiq alınmadı. Son toxunuş. Əliyabad komandasındandır. Korner. Korner yeni yetirildi. Zərbə. Son toxunuş yine Əliyabad komandasındandır. Yenidən korner yeni yetirildi. Namik. Burada Namik'e qarşı qayda pozulub.
Sağ tarafdan top meydana tərk etdi. Qapıdan zərbə olacaq. Abbas qapıdan zərbə ilə top oyuna daxil etdi. Elman Xəqani oynuyor. Xəqani qapı qarşısı ötürmə düşündü. Ötürmə kesmədi. Murad topu önünə alır idi. Sürətlə komandası hücuma çıxarır Murad. Ötürməsini etdi Amal. Qarşısında 2. Zülfüqar komandasının oyuncusu var. Amal topu özündə saxladı və Amala qarşı qayda pozuldu bu epizodda. Cərimə zərbəsi yerinə yetirəcək Əliyabad komandası. Ötürmə gəldi. Qapı qarşı ötürmə. Amma top qapıdan keçmədi. Əşrəf ağa. Toxunuşu. Topun tola qovuşmasına kifayət etmədi. Yavaş zərbə olmuşdu. Qapısı Abbasda qaldı top. Namik. Qapısı Abbasda oynadı. Abbas topu itirdi burada. Topu alır. Əşrəf ağa ona. Qapı qarşı ötürmə. Top uzaqlaşdırıldı. Aydında qalır. Topu indi Aydın. Zərbəsini indirdi. Top müdafiəçilər. Uzaqlaşdırdı. Out. Out yeni yetirildi. Uzaq sol küncə. Üstəm aldı. Aydın zərbəsini indirdi. Top. Sonra daxil olmadı. Qapıdan zərbə ilə dərhal top oyuna daxil edildi. Emin. Emin sağ azal oynadı. Namik. Kapitan Fərid topladı indi. Yenidən Fərid. Sürmə solcuna kesmədi Murad. Topladı indi Murad. Önə çıxdı. Zərbəsini indirir. Top çərçivədən yan keçdi. Qapıdan zərbə olacaq. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Sağ ötürmə Elman. Murad var qarşısında Elmanın. Elman yerdə qaldı və ona qarşı qayda pozulub. Dərmə zərbəsi yeni qapı qarşı ötürmə Əli. Vaxtına qapısı tərk topu uzaqlaşdırmağı bacardı. Alt indi yeni yetirildi. Üstəm. Qapı qarşı ötürmə gəldi. Murad topu uzaqlaşdırdı. Out. Sağısına ötürmə Elman. Qapı doğru zərbə indirir. Elman qüvvətli zərbəsi. Qapının altı üzərindən meydana tərk etdi. Qapıdan zərbə ilə indi Əli topu oyuna daxil edir. Uzun ötürmə edir. Ramal Amal istiqamətinə. Amal topu özünü çatdırdı. Amma meydana saxlamaq mümkün olmadı. Out'u yeni yetirdiler amma səhvə yol verdilər. Hərəkətli yeni yetirdi Out. Zülfüqar komandası Out'u yeni yetirməyə deyir. Hakim indi Fərid topladı. Nami göz üstəyirəm. Üstəm iləriyə bilmədi amma top hələ də Zülfüqar komandasındadır. Qapı qarşı ötürmə. Zərbə də gəldi. Səsli yaxşı ram etmişdi Elman. Zərbəsi qalkiper. Onda mani oldu. Qapıdan zərbə yerinə yetirildi Murad. Türməsi Emin kəsdi qarşısını. Elman soldan oynayır. Xəqani geriyə ötürmə Emin. Emin döndü ən geriyə. Fərid bütün risklər alıb. Zülfüqar komandası. Emin. Qapı doğru zərbə indirir top qapının üzərinə meydanı tərk etdi. Hakimin də final fiti səsləndi. Maç başa çatır. Əliyabad komandası 4-2 hesabı ilə qələbə qazandı və 3 xal hesablarını yazdırırlar. Təbrik edir Əliyabad komandasını. Növbəti oyunlarda iki komandaya da uğurlar arzulayırıq. Biz də
Röportajımızı biz burada yekunlaşdırırıq. Növbəti oyunlarda, növbəti maçlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.